Salam dostlar, bugün sizlərlə birlikdə ikinci dəfə günün ikinci videosundayıq. Günümüzün bu videosunda sizlərlə birlikdə futbol oyununda klasmana kasmağa çalışacağıq. Amma bu günləri klasman kasmırıq. Türk komandası ilə oynayırıq. Süper Lig və Türkiyəli oyuncular qarışımı bir challenge eləmişəm özüm üçün. Qalib gəlməyə çalışacağım. Geriyə qalan 4 oyuncular bunlar. Lazım deyil çünki bunları mən özüm qoymuşam çünki oyuncu yetmədi Süper Lig üçün. Belə oldu komandamız. Mənim dostlar, keçək Türk komandası ilə oyunumuza. Bugün bəlkə də 2 oyun oynayacaq. Tam hesab eləməmişəm. Baxacağıq vəziyyətə. İndi dostlar, rəqibimiz tapılmaq üzrədir. Tapıldı da. Rəqibimiz anlamadım deyəsən Ərəbistanlıdır. 3000 heç görənmədim neçə kollektiv gücü var. Yaxşıdır deyəsən kollektiv gücü. İndi bizim komandamıza baxırıq. Qırmızı forma, onlarda da ağ forma olacaq. Daha sonra isə burada öz komandamıza baxaq. Aha, pisdir. Aha, bu yaxşıdır. Bunu sonra salaraq oyuna. Aha, bu belə istəyirsə dostlar belə eləyək ilk başda. Bunu belə, bunu da belə eləyək dostlar. İkili santrafor oynadıq. İndi rəqibimin komandasına baxırıq dostlar. Bu arada dostlar, əvvəlcədən bir şey demək istəyirəm ki, əgər videolarımı xoşlayırsınızsa, bəyənirsinizsə, çox əyləncəli videolar paylaşıram. Like atıb abunə olun. Çünki əgər 1000 abunə olsaq, 1000 abunəyə özəl, bəlkə şarkı da elədim özüm üçün. Bilmirəm, yəni demək olar ki, elə bildim. Bəlkə elədim. Bəli dostlar, rəqibimiz belədir. Rəqib də zəif deyil. İndi isə takım masterlərə baxırıq. Kapitan, qapıçı yox. Donatçıdan başqa heç kim olamaz. Bunu Hakan eləyəcək. Qısa frikikdə Hakan vuracaq. Frikik deyirəm. Kornerlər də vuracaq. Penaltini Viktor vuracaq. Burada birisi necə olacaq? Söhbət tamam fərqli olacaq. Yoxsimen olacaq. Burada Onat olacaq. Ortada isə Tayyip Talhasonic olacaq. Okey, belə oldu. Bunlar belə. Burada Yusuf Elneseri sonra girəcək oyuna. Bu heç. Aha, sonra. Okey, hazırım dostlar. Gəlin başlayalım maçımıza. Hər iki komandaya da uğurlar diləyin. Bəli dostlar, ateş şənsi olur. Hər yer parıldayır. Çünki oyundur bugün. Bugün oyun günüdür. Futbol günüdür bugün. Futbolda və satırıq. Əlbəttə ki, olan şeydir, normaldır. Və maç Hakim Müftü ilə başlayır. Hər iki komandaya da uğurlar diləyirik. İndi Dan Hüseyn, Nuno Mendes atır pasını Hərikeyinə. Biraz kodunu alaq. Kodu çoxdur bunun. İndi isə rəqib biz auto yerinə yetiririk. İndi dostlar, Ferdi, Yusuf Sarı, Arda gedir. Orada keçdi onu, amma top itirdi. İndi Hərikeyn gəlir, topu da itirdi. Tayyip Talhasonic'dan atırıq Ardaya. Ardadan Yusuf Sarı qaçmağa çalışır, amma Nuno Mendes'i dəf eləyə bilmir. Çünki son günlərdə eşitdiyimə görə dostlar, Nuno Mendes mənim fikrimcə də dünyanın ən güclü indilik sol cinah müdafiəçisidir. Amma məncə dünyanın ən güclü sol müdafiəçisi Roberto Carlos'dur mənim fikrimcə. İndi McAllister, Nuno Mendes gəlir. Mendes'dən Nasat Akram nə bilim nə. Zərbə, top çölə çıxdı. Dominik Livakovic indi top atır. Viktor Osimhen. İndi Yusuf Sarı atır pasını. Qaçmağa çalışdı, qaça bilmədi. Nuno Mendes aldı topu. İndi Ferdi gedib qaçır. Ferdi ortasını açır Ferdi. Kəllə gəlmədi. Tapılmadı orada kəllə. İndi Onaçu zərbə indir Onaçu. Alınmadı, o da alınmadı. İnana bilmirəm. İndi Nuno Mendes atır pasını McAllister'dən Arda'ya keçmədi. Osimhen, o da alınmadı. İndi Kaan Ayhan, Eren Elmalı, Hakan gəlir. Hakan açır. Paulo Onaçu. Top az fərqlə qırağa gedir və alınmadı gol. Gol olmadı. Paulo Onaçu'nun zərbəsi golla alınmadı, başa çatmadı. Amma indi Kobel indi atır Kaan Ayhan'a. Kaan Ayhan
Atır pasını Paulo Nacho. Paulo Nacho'dan Orkun. Orkundan Paulo Nacho. Paulo Nacho'dan yeniden Orkun'a ama top geçmedi. İndi Arda. Arda atır McAllister'e. McAllister'den Harry Kane. Harry Kane gəlir. Tək başına gəlir. Sol tərəfdən gəlir. Atır pasını ama keçmədi. İndi McAllister atır pası. Yusuf Sarı. İndi isə Arda. Arda atır pasını Yusuf Sarıya. Yusuf Sarı. Yusuf Sarıdan da gəlir pas Onaçu'ya. Haydi Onaçu ama qapısı da. İndi Orkun Kökçü. Arda. Arda Yusuf Sarı. Yusuf Sarı atır pasını möhtəşəm ötəsi keçdi orada. Möhtəşəm bir şəkildə keçdi. Top çölə çıxır. Ferdi Kadıoğlu. Ferdi indi atdı Osimhen'e. Osimhen özü gedir. Ferdi attı. Ferdi indi aldılar ondan topu. İndi Harry Kane. Tayyip Talha Sonuç. Orkun Kökçü. Ferdi açır ortasını. Ferdi kəllə çal gəlmədi, alınmadı. İndi səziləcilər. Hakanla ortanı açacaq. Hakanla möhtəşəm bir orta atacağımızdan əminəm. İndi Onaçu gəlmədi, alınmadı. Gəldi amma vura bilmədi. İndi pas gəldi, o da keçmədi. Alınmadı, o da alınmadı. Uzaqlardan yoxladı şansını. Amma qola yaxınlaşa bilə bilmədi. İndi Hakim içinsə bitirir, ikincisi də görüşmək ümidi ilə. İndi ikinci savaşlar hər iki komandaya uğurlar diləyirik. İndi Onaçu, Osimhen, Onaçu qaçır amma çata bilmədi. Hakan, indi Eren Elmalı, Gerard ata bilmədi. İndi Gerard yenidən gedir. Gerard atır pasını Erkeğinə attı amma keçmədi. İndi Kaan Ayhan atır pasını amma Gerard topu saxlayadı çöldə. Çöldən içəri saldı. İndi Gerard, Orkun atır pasını, topu qapıcı tuta bildi Livakovic. İndi top çölə çıxdı. Sol tərəfdən çox təhlükəli bir yerdən rəqib at yerinə etiləcək. İndi Ferdi atır pasını. Dayanır orada. Nuno Mendeş'in nə edəcəyini gözləyirik. Nuno Mendeş atır pasını, o da keçmədi. İndi Orkundan top aldı amma rəqibdəki Orkun top aldı. İndi Nasrat Akram indi aldı topu. Gerard vurdu. Livakovic dəf etdi zərbəni. İndi Livakovic. Hakan Çalhanoğlu. İndi Eren Elmalı qaçır. Eren Elmalı demək olar ki rəsmən uçur. Eren açdı ortanı. Kəllə gəldi. Qapıcı Kobel save edir. Möhtəşəm bir kəllə qol ola bilərdi. İndi Kaan Ayhan, Orkun aldı topu. Atır pasını Yusuf Sarıya. Ama Dejan Hüseyin dedi top. Orkun. Gerard atır pasını. Aşağıya gördü. Qapıcını çıxardırıq. Çox riskli oynadıq amma Livakovic yenə də bunu dəf etdi. Halaldır Livakovic. İndi duran top strategiyalarından adamları seçirik. Orkun Kökçü atır pasını Orkun uzaqlaşdırdıq topu. Yaxşı ki də uzaqlaşdırdıq. İndi Yusuf Sarı qaçır amma çata bilmədi. Nuno Mendeş atır pasını Ferdiyə. Ferdidən yuxarı Nasrat Akama, o da çatmadı. İndi Gerard vura bilər orada amma pas atdı. Dəlli etdi orada. Orkun Hakan'a attı. Hakan uçur indi orada. Uçmaq lazımdır orada. Orta açmaq lazımdır. Hesabda öne keçirik. Oyunun 75-ci dəqiqəsində hesabda öne keçirik əzizləyicilər. Oyunu demək olar ki oyunun tam dəqiq desək, oyunun demək olar ki 70% qutarmışkən, 80% daha doğrusu hesabda önə çıxırıq. 78-ci dəqiqə oynanılır indi. Ferdi 100% atacaq ora. Düşürmüşdüm, alındı da. Pasını atır. Lionel Messi topu içəridə saxladı. Açdı ortasını. Topu uzaqlaşdıraq topu. Çox qəşəng bir müdaxilə.
Orkun. Messi'nin 1.70 boyu var, türlü huyu var. İndi Palonatsu, rəqibdən səhv gəldi. Çox böyük bir səhv. Bu səhvdən yararlanmaq lazımdır. Haydi uçun. Haydi qaç. Haydi qaç. Pas at. Ayda çatırdıq. Yenə də olmaz. Heç nə olmaz. Hələ işinə bitməyib. İndi Orkun Kökçü. Ferdi. Kaan Ayhan. Messi gəlir. Atır pasını Gerard'a. Gerard. İndi Ayhan qapçı. Oliver Kahn deyirəm. Qapçı Livakovic. Qapçı Livakovic'in şeyvinə baxın siz bir. Möhtəşəm bir seyv etdi. Baxın bu seyvlərə baxın. Gözünüz doysun. İndi bildiğiniz müdafiəyə oturmuşuq. Topu uzaqlaşdıraq. Uzaqlaşdırmaq lazımdır topu. Yox. Top çölə çıxdı. Pozisyon dəyişini istəyirik biz. İndi Livakovic topu uzaqlaşdırır. Onaçu yerə yıxıldı. Hakim heç nə demir. Foula qarşı. İndi hakim bitirəcəkmi görən oyunu? Bitirmir elədi hakim. Hakim elədi maçı bitirməyib. Kaan Ayhan gəldi. Ayhan açır ortasını. Kəllə gəlmədi və maç bununla bitir. Bitti maç. 1-0 hesabla qalib gəldi. Minimal hesabla üstünlüklə ərəb rəqibə qalib gəlməyi bacardıq. İndi rəqibin komandasına baxmaq istəyirik. Görək necədir komandası, güclüdürmü? Rəqib o qədər də gücsüz deyil əslində. Rəqibin komandası da güclüdür. Ən sağ favor oyuncusu Retucu olub. Niyə də bilmirəm. Neysə. Yenə də maçımız çox maraqlı bitdi. Minimal üstünlüklə bitdi. Victor Osimhen kəllə qolu ilə, baş qolu ilə hesabda önə çıxartdı və həmin o qol maçın yeganə qolu olaraq bizə qalibiyyəti gətirdi. İndi isə keçək ikinci maçımız. Bəli dostlar, rəqibimiz tapıldı. Rəqibimiz Los Galacticos oldu. 3236 kollektiv gücə sahib olaraq rəqibimiz belə oldu. Mən düzü o qədər də çox inanmıram. Yəni rəqib o qədər də güclü olacağına inanmıram. Amma yenə də rəqibin komandasına baxaq. Mənlə demək olar ki, eşləyərdi. Nə? Bu nə də belə? Bizi dağıdacaq bu adam. Komandasına baxın uşaqlar. Ronaldo var, Kaka var, Beckham var, Pirlo var, Cafu var. Buffon var. Qapçı. Uşaqlar mən eşitdiyim qədər bu Buffon var, bir də bu Buffon var. Çox güclü kartdır mən bilən. Aranızda sizə də elə deyən olub. Mən bilən bu çox güclü kartdır. Amma mənim fikrimcə mən bu maçı heç ilə qopardaram mən bu maçı. Bu kimdir millət? Milo Raşidçaz ki, səncə bura sən bizim ürəyimizsən. Beşiktaşlılar səs eləsin bu videoya. Beşiktaşlılar yorum yazsın uşaqlar. Beşiktaşlıların hamısı buraya yorum yazmalıdır. Yazanların hamısına kalp koyacağım yorumuna. Hakan. Burada da Hakan qoyaq. Kornerde də Hakan qoyaq. Sağdakı kornerde, soldakı kornerde Hakan qoyaq. Penaltıya Osimhen'i qoyaq. Bura bunu qoyaq. Bura da Osimhen'i qoyaq. Bura isə Kaan Ayhan'ı qoyaq da məcbur. Belə oldu. Aha, rəqibimiz belə. Aha, biz də belə hazırlandıq maçımıza. Bəli dostlar, hazırıq. Gəlin keçək maçımıza. Bəli dostlar, maçımız başlayır. Hər iki komandaya doğrular diləyirik. Topu oyunun başlanğıcına Ronaldo'nun ayağı ilə başladı. İndi Kaka'dan Lamine Yamal'a. Yamal atır pasını Hakan'a. Hakan'dan Manuel Akanji'ye. İndi Buffon farmazonluq eləyir. İndi rəqibdən səhv gəldi. Osimhen! Osimhen! Çolağın biri çolaq Osimhen. O qola çevirə bilmədi indi. Yusuf Sarı. Ayda, sən nə çolaq çıxdınız hə siz? Türkiyə deməli dünya çempionatında gerçəkdə də beləymiş ki. Ayda, məzələnmi? Gerçəkdə nə qədər bərbad imiş hala bunlar. İndi Ferdi aldı da Alaba. İndi Milon, Raşidov.
Za qapçı. Yo blok çaşdım. Kone yeni etirazin. İndi orta. Yo pas geldi buradan. Ya Yusuf. Sarı alınmadı. Lami Yamal. Top atır ama Orkun. Onu necə bıraxdınız siz? Qapçı yerindədir. Ya qapçı. Dominik Livakovic. İndi Ferdi rəqib boşluq verib öz üçün. Sanki bilərək bu boşluğu verib. Görürsünüz dostlar, rəqib bot. Bəli dostlar, gördüyünüz kimi rəqib bot rəqib. İndi Eren Elmalı, Hakan kafunu da keçdi. Hakim Fol verdi hakim. İndi buradan Hakan vuracaq. Hakan öz sözünü göstərəcək. Folu da onsuz o qazandı, onsuz o vuracaqdı. Hakan topun arkasında dinliyor. Hakan Çalhanoğlu. Hakan zərbə indirəcək. Hakan qapçı blok. Bizdən çıxdı top. İndi Buffon nə edəcək görək, nə edəcək Buffon? Uzaqlaşdırdı topu yuxarılara. Dikdi topu. İndi gəlir Ronaldinho aldıq topu. Tayyip. İndi Pirlo. Alamadık indi. Kaka'ya icazə verməyək. Top aldıq Kaka'dan. Yo alamadıq. Arda alsın da. Day bir zəhmət. Qapçı. Kafu orta açmasın. Kafunun ortası çox qəşəngdir. Ay da ne korneri çıxardırsan axı. Topu al qaç da. Neysə. İndi korner yoxlayacaq rəqib. Şansını bu səfər gol atma şansını kornerdən denəyəcək. İndi Pirlo indi topu uzaqlaşdıraq. Son anda. Bu nə qarrala? Neysə. Top getdi. Çölə çıxdı. İndi biz yoxlayacaq şansımızı. Bu səfər yoxlayacaq şansımızı. Osimhen, Yusuf Sarı. 2-0. İndi Arda, Orkun. İndi Hakan gəlir. Hakan. Tarkan nədir? Hakan. Hakim burada işini demədi. Eren açır ortanı. Kəllə gəlir mi? Gəlmədi, alınmadı. İndi Pirlo atır pasını. Hakim burada işini demədi. İndi Ronaldinho Gaucho. İndi Osimhen. Alırıq topu, atırıq Osimhen'e. Osimhen alınmadı. İndi Kafu. Eren. Lami Yamal. Muhteşem bir gol vursa da rakip yine de üstünlük bizim elimizdedir. Dostlar indi isə gedirik. Soyunma otağının ikinci hissədə görüşmək ümidilə. Bəli dostlar, ikinci hissə başlayır. Hər iki komandaya da uğurlar diləyirik. Ən çox da əminki kimi özümüzə.
Arda. At pası. Osimhen vur. Çolak. İndi Osi. Ne oldu? Ne oldu ye? Her şey birbirine karıştı ye. Alem değdi birbirine. İndi Osimhen az önce ne oldu ye? Gülçimizin vardı elimde ye. İndi Alaba atır pasını Silvestre. İndi top bitirdi. Yok bitirmedi. Haydi Gülçim elimde zoom var idi ye. Samsung sen de yeriydi. Yusuf Sarı atır pasını Ronaldinho'dan Pirlo'ya. Pirlo atır pasını Kafu'ya. Kafu'dan yukarı atacağını bilmirdim. Yok çaşdım. Qapıcı Oliver Kahn deyirəm. Dominik Livakovic top rəqibdən çıxır. İndi Livakovic, indi Hakan atır pasını Raşizaya, o da keçmədi. Dalınmadı, göz dəyməsin. İndi Kafu'dan alırıq topu. Atırıq Raşizaya, o da top bitirdi. Bugün hamı düşüşdədir. İndi Raşiza yenə top bitirdi. Amma itirmədi indi. İndili itirməmişik, itirdik. Göz dəydi o dəqiqəmi. İndi Buffon atır pasını. Ronaldo, Lamine Yamal. Kafu'dan Yamal'a geldi. İcazə vermədik. Tayyip Talha sonuç. Hakan'dan Arda'ya keçmədi. İndi Ronaldinho Gaucho atır pasını Yusuf Sarı'ya. Yusuf Sarı atır pasını Osimhen'e. Alınmadı. Buffon. İndi Akanji atır pasını Kafu'ya. 75. dəqiqə oynanılır oyunda. Top çölə çıxır. Kain Ayhan nədir la? Kain baba neydi? Kaan Hayhan. İndi ay tövbe estağfurullah. İndi Buffon topu uzaqlaşdırır, dikir qabağa. Topu zırrayır qabağa. İndi Beckham atır pasını Kafu'ya. Kafu'dan pas geldi mi? Kaka'dan Ronaldo. Cristiano Ronaldo. İndi Tayyip Talha sonuç. Yusuf Sarı. Top şöyle çıxır. İndi topu atırıq ora. İndi Yusuf Sarı qaçır. Yusuf. Top şöyle çıxmadı. İndi top çox bu səfər çölə çıxdı. İndi korner yerinə itirəcəyik. İndi 6 pas seçdik. Hakan yerinə oynamağı təklif eləyir, amma biraz yuxarıdan atdı pasını. Raşiza indi. Ronaldo'dadır top. Top Ronaldo'dadır. Ronaldo'dan Tayyip Talha sonuç. İndi Ronaldo'dan neden Hazard qaçır. Hazard direğe vurdu Çolağın nəvəsi direğe vurdu. Şeymullahın nəvəsi direğe vurdu topu. Direğe değdi top. Top direkten qayıtdı. David Beckham. İndi atır pasını. İndi Orkun ve maç bitir. 2-1 kazanırıq maçımızı dostlar. 2 maçı oynadık ve ikisində də qalib gəlməyi əldə etdik. İkisində də qalibiyyət əldə etdik. Bir gol Osimhen vurdu ilk oyunumuzda. Orta açılan ortadan Osimhen golü vurdu. Gördüğünüz kimi ikinci oyunda ise 2-1'lik hesab ilə qalib gəlməyi əldə etdik. Maçın günümüz beləydi. Məncə Türkiyə millisini oynamaq maraqlı oldu mənim üçün. Sizin üçün də maraqlı olduğuna inanıram. Maçımız belə bitdi. Ümidvaram ki əylənərsiniz. Kanalıma like atıp abone olmağı unutmayın. Sağ olun.